Deməli bu yaxınlarda bir xanım 32 yaşında qaşların çatır mənə deyir ki, bax gör qaşım çatılır, bax gör burada yaranır, bax yoxdur, bax. Baxıram ki, yoxdur. Və mən şok oldum ümumiyyətlə. Nə botoks eləmişəm. 32 yaşında, 32 yaşında. Təsəvvür edirsiniz, bu gülün açılan vaxtı var da. Gül açılır, ondan sonra başlayır qurulmağa da, düzdür? Yəni 32 yaş hələ açılan vaxtıdır. 35 yaşına kimi hüceyrələr maksimal belə başlayır çox bölünməyə. Heç ehtiyac yoxdur. Açılan bir gülə siz iynə ilə su yer edin. Təsəvvür edirsiniz bunu. Nə dərəcədə düzgündür. Yəni sonra başqa bir dənə mən gördüm, videorolik gördüm ki, orada həkim, kosmetolog deyir xanıma ki, qaşını çat gör, çata bilirsən. O da belə eləyir, çatılmır qaş. Bu qaş çatılmasını bizə belə dəhşətli bir şey kimi yeritmək istəyirlər ki, güya qaş çatılanda burada o iki dənə qırış yaranırsa, o əslində baxsan uşaqlardan belə, hələ uşaqlardan belə var o qırışda, yəni uşaqlar bizdən, siz elə bilirsiniz ki, uşaqlarınız danışır sizlə, bir yaş yarımdan sonra başlayır danışmağa, dil açır, danışır. Xeyr, uşaqlar doğulan kimi onlar bizlə danışır. Yəni ünsiyyətdədirlər. Doğulan kimi onlar bizlə ünsiyyətdədirlər. Sadəcə olaraq, yəni onlar bədən dili vasitəsilə bizlə ünsiyyət saxlayırlar. Uşaq ananın üz ifadəsini, atanın, ən birinci ananın üz ifadəsini görür və onu təqlid edir və tutaq ki, 2 aylıq uşaq belə ananın gözünün ən dərinliyində bir qorxunu, bir diksinməni hiss edib, həmin o səsə qarşı, yəni o uşaqda qorxu yarana bilər. Başa düşürsünüz? Və insanlar, biz insanlar məlumatın 80%-ni biz məhz o mimika vasitəsilə bir-birimizi ötürürük. Yəni mən ona görə çox vaxt insanlara deyirəm ki, mən eşitdiyimə inanmıram. Mən çox vaxt insanın üzünün ifadəsindən daha çox mən məlumat alıram, nəinki onun danışdığı. Yəni insanlar yalandan deyə bilər ki, hə, səni qurban olun, başa dönüm, amma onun bədən dili sənə tam başqa bir şey deyə bilər. Başa düşürsünüz? Və bu bədən dilini başa düşmə hər bir insanda var. Kimdəsə çoxdur, kimdəsə azdır. Ola bilsin ki, biraz əqli cəhətdən biraz elə ki, az inkişaf etmiş insanlarda biraz az olsun. Amma bunu hamısı qismən başa düşür. Başa düşürsünüz? Və biz məlumatın, qarşı tərəfdən məlumatın 80%-ni məhz o üzünün ifadəsi ilə biz alırıq. Üzünün və əllər zad da var, amma əsasən üzdən alırıq. Biz o məlumatı insanın üzünə. Və biz bu ki, qaşımızı çatırıq, qaşımız çatılmır. Biz əslində qarşıdakı insanları, bir-birimizi, ümumiyyətlə bəşəriyyət bir-birini əslində böyük bir ünsiyyətdən, sərvətdən məhrum eləyirik biz. Biz nə olar ki, gələcəkdə siz təsəvvür edin, hamısı belə maskalarda və hamısı da belə baxır və gülür və sən bilmirsən, hamısı belə əməliyyat olunub və insanların siz əsl emosiyalarını, əsl onların nə düşündüklərini siz bilməyəcəksiniz. Biz bilməyəcəyik. Hamısı ona görə ki, yəni bir qaşın çatılmasından və bir də bunu deyirlər də, o dodaq burun büküşü. Yəni o dodaq burun büküşü. Məsəl üçün, mənim ən çox sevdiyim üzümdə qırışlar var. Bu göz ətrafı və bu qırışlarımı mən sevirəm. Mən onları çox sevirəm. Yəni mənə nə də versələr, mən onlara heç vaxt... Çünki məhz onlar o mənim sevinməyimi göstərir. Olsun da qırış, hə? Olsun, bax. Amma o mənim sevindiyimin göstəricisidir. Başa düşürsünüz? Mənə nələr də versələr, mən onu dəyişmərəm. İndi yenə də belə üzdür, kim ki pastayanı qaşqabağı olur, onlarda belə mimika. Yəni demək istəyirəm ki, bu üz əslində bir yerdə, bu Allahın bizə üz, bu mimika, izyominka deyirlər. Hər adamın özünün ayrıca izyominkası. Bir yerdə bu üçbucaq var. Hər insanın öz üçbucağı, iki dənə bir-birinə bənzəyən yoxdur. Hamısı ayrı-ayrıdır. Başa düşürsünüz? Biz ondan özümüzü yavaş-yavaş məhrum eləyirik.
və biz insanları onların xarici görünüşünə görə heç vaxt sevmirik. Mən sevgidən danışıram, mən aşiqlikdən yox. Yaxınlarımızı olsun, oğlumuzu, anamızı. Əslində bizə elə gəlir ki, hə, biz bu insanın, məsəl üçün, mən anamın bu üzünü sevirəm də, düzdür, iməni bu üzünü, yox. O üz elə bil ki, bir xarici bir paltardır. O xarici görünüş, o üz, elə bil ki, o ananın, uşağın, yaxın dostunuzun, sevgilinizin, o elə bil ki, bir paltardır. Siz əslində o içərisində onun ruhunu sevirsiniz və o üzdəki o üz var, o sima var, o paltarı. Siz məhz ona görə sevirsiniz ki, o sizin ananıza məxsusdur. O sizin sevgilinizə, o sizin uşağınıza məhz paltarı, onun siması olduğuna görə siz sevirsiniz. Siz ananızı onun əyri burnu ilə, onun əyri burnu, onun qırışları ilə bir yerdə sevirsiniz. Bəli, təsəvvürün ən gözəl bir insan gəlsin içəri. 5 dəqiqədən sonra artıq onun içərisindəkilər bəlli olan kimi, hətta o insan sizə belə çirkindirici gələ bilər. Başa düşürsünüz? Belə, əgər sizin anavız özünü əməliyyat eləsə, cavan bir adam kimi gəlsə içəri, təsəvvür eləyin də, yəni də başqa bir adam, yaxın dostunuz, hansı ki, onun o əyri burnuna sən o qədər yanaşmışsan ki, axır böyürdən, yəni təsəvvür eləyin ki, 1000 dənə insanın içindən sizin beyniniz, 1000 dənə insan bir yerdə gəlir. Həmin o siz doğma insanın, həmin məhz onun o əyri burnu qırışları ilə bir yerdə, siz o saniyənin neçə hissəsi ərzində siz onu dərhal tanıyırsınız. Həmin o doğma adamı siz dərhal tanıyırsınız. Başa düşürsünüz və onun tək bir dənə burnuna görə yox, kompleks şəklində, həmin o izyominkası ilə bir yerdə siz onu tanıyırsınız ki, hə, bu mənim doğmamdır. Və siz o insanı da məhz həmin o xarici, onun xaricini daxilinə görə sevirsiniz. Əslində insanı, biz insanın ruhunu sevirik və o xarici maska mı deyim, xarici görünüş mü deyim, iməni həmin insanın ruhuna mənsubdur, o daxildəkinə mənsubdur deyə biz onu sevirik. Və sizin anavız, bacınız, doğmanız birdən dünyanın ən gözəl bir insanı kimi, ya nə bilmə, tam belə özünü operasiya elədi, gəldi, girdi içəri, o sizə yad bir adam kimi görsənəcək. Siz deyərsiniz ki, bu kimdir görəsən? O doğmalıq olmayacaq, yad bir adam kimi. Və sizin ona alışmağınız bir xeyli çəkə bilər. İnsan hətta insanın özünə qarşı ola bilər ki, özünü güzgüdə qəbul eləməyəsən, yad bir təsir bağışlasın sənə, başa düşürsünüz. Biz əslində özümüzün də xarici görünüşünü, necə bir əziz bir paltara, necə bir əziz bir adama öyrəşdiyimiz kimi, biz illər ərzində, tutaq ki, 18 il yaşamışsınızsa, 30 il yaşamışsınız, siz o güzgüdəki əksinizə o qədər bələdsiniz ki, o mimikanıza, hər yerinizə o qədər bələdsiniz ki, insan bir əməliyyat edərkən böyük bir şok keçirdir əslində. Təzə obraza insan öyrəşənə qədər bir xeyli vaxt çəkir. İndi təsəvvür edin, ətrafdakılar necə şok keçirir. Mən demək istəyirəm ki, qırışlar, mən indi bilmirəm, yəni qırışlı insanlar artıq o qədər, yəni bu TikTok'un videolarında da, bütün bu şeylərdə, hər yerdə o qədər belə dağıtılmış maskalar görmüşəm ki, mən keçən dəfə bir verilişdə belə bir adi bir dənə qız idi. Burnu belə, məsəl üçün, biraz belə ucu əyri, dodaqları da nazik, belə bir cür idi də nəysə. Amma o mənə elə birdən elə doğuma gəldi ki, elə bil ki, tanış bir qonşu qız kimi, elə bil çoxdan tanıyıram mən bu qızı. Və ay Allah, bu qız niyə mənə belə axı doğuma gəlir? Və sonra mən dərk elədim ki, aman Allah, bu qız olduğu kimidir, bu heç nə burada yoxdur da, yəni dartmalar, çəkmələr heç nə yoxdur. Və insan, mən hiss elədim ki, insan o təbii mimikalar üçün insan bir elə bir ki, çatışmazlıq hiss edir, insan darıxır. Başa düşürsünüz? Və indi mən sizə deyim ki, indi hələlik bunlar dəbdədir, yəni bu gözəlləşdirmələr zat, amma vaxt olar ki,
biz deməli hansı şey çoxdursa ona tələbat ölür. Başa düşürsüz? Ona tələbat da azalır. Və vaxt olacaq ki, həmin o orijinal görünüşü olan insanlar onlar daha çox yəni seviləcək və daha çox simpatiya yəni rəğbət onlara qarşı olacaq. Yəni demək istədiyim odur ki, qaş çatılırsa, o mimikada o göstərir ki, sən hirslənmirsən ya da ki, sən düşünürsən. O onun Allahın sənə bəxş elədiyi bir bəli, əlbəttə dərk eləyən, dərindən yanaşan insanlar sadəcə indi bir trend mi deyim, az qala ki, bu təbii mimikaları, bu təbii qırışları az qala bir ayıb kimi buna, yəni şəxsən mənim özümə artıq deyilib ki, mən indi burada mahnılar qoyuram da, coverlər eləyirəm. Mənim özümdə artıq belə biraz belə inamsızlıq yaranır. Yəni mənim özümə deyirlər ki, bir şey elə. Əgər sən mahnı qoyursansa, sən nəsə eləməlisən, dəyişiklik eləməlisən. Axı nəyə görə? Bizim insanlarda laf çoxdur bu. Nəyə görə insan hansısa mahnını o oxuyanın görünüşünə görə sevməlidir? Sən mahnıya səsə qulaq asmalısan. Başa düşürsünüz? Yəni mənim özümə belə artıq bu deyilir. Ona görə mən fikirləşirəm ki, ümumiyyətlə insana 49 yaşına kimi insanda heç 50 yaşında belə qırışlar olmur, inanın. Qırışlar, mimik qırışlar var, o da deyirəm də balaca uşaqlarda belə olur. O mirik güləndə ki, bunlar yaranır. Sadəcə olaraq yaşla onlar biraz dərinləşir. Ola bilsin ki, balaca uşaqda az olsun, belə olsun da. Yəni necə ki, ağacda hər yaş bir dənə halqa qoyur da, öz izini qoyur. İnsanda da o illər öz izini qoyur. Məsəl üçün, burada tutaq ki, 30 yaşlı insanda burada 3 dənə xət yarana bilər, ya 2 dənə yarım belə yarana bilər. Başa düşürsünüz? Və onlar heç də pis görsənmir. Ya yeganə insana biraz insanın görünüşünü körlayan şey artıq çəki biraz körlüyor. Yəni hətta bir 10 kiloya kimi çəki insanda o qədər də pis görsənmir. Hətta bir 13 kiloya, 15 kiloya kimi də o qədər insan pis görsənmir. Çünki piyin də əslində, yəni insan var lap özünü çox arıqladır, çox əzəli olsun, yox. Piyin də hətta müəyyən yaş keçəndən sonra piy insan dərisində bir ağlıq verir. O piy təbəqəsi də lazımdır. Biraz insan çətinliyə düşən kimi bədən başlayır onu xərcləməyə. Amma o artıq olanda, burada ikinci, vторой подбородок rus dilində deyirlər də, ikinci buxaq kimi bir yaranır, o biraz insanın görünüşü şey eləyə bilər. Yəni ki, ola bilər ki, biraz qıraqdan yaxşı görsənməsin. Amma yenə də deyirəm, yəni biz doğma bir insanı elə həmin o iki qat buxağı ilə də, əyri burnu ilə, qırışları ilə, hər yerdə, hər şeyi ilə bir yerdə sevirik. Yəni, əgər sənin burnun əyridirsə, ya nə bilim, hansısa bir defekt varsa, bir nöqsan varsa, əslində bu nöqsan deyil, bu bir sərvətdir. Bu sənin başqalarından fərqli, unikal bir insanı. Çünki həmin o izyominka, həmin o üçbucaq ki, sənin, ola bilər başqa adamın da burnu əyri olsun. Amma məhz sənin dodağınla, sənin göz, sənin qaşınla, o kompleksiya imenna səndədir. 2 dənə eyni yarpaq olmadığı kimi 2 dənə eyni insan da yoxdur. Başa düşürsünüz? Ona görə də özünüzü sevin, çox belə şeylərə uymayın. Əsas biz insanı əsas daxilinə görə. Adam cavan vaxtı bunu ciddi qəbul eləmir. Amma insan yaşlaşdıqca həqiqətən də, yəni insan lap 30 yaşında, 25 yaşında daha çox hər şeyi kompleks eləyir də. Çox belə, amma insan kamilləşdikcə, yaş artdıqca başa düşürsən ki, həqiqətən də, baxın, biz, məsəl üçün, xaricilərdə var da, daha çox, insanlar bir-birlərini, gülüş onlarda salam kimidir. Yəni, tanımadığı, küçədə tanımadıqları bir insana da gülüşlə salamlaya bilərlər. Bu gülüş nə deməkdir? Bu gülüş bir ünsiyyətdir. Yəni ki, qarşıdakına sən bildirirsən ki, mən sənin üçün təhlükəsizəm.
Welcome kimi bir şeydir. Yəni xoş gəldin kimi, salam kimi bir şeydir o. Başa düşürsüz? Ona görə əsas sənin emosiyandır qarşıdakına.